Prezident İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma papasının vəfatı ilə əlaqədar başsağlığı verib. Yaxın vaxtlarda bölgələrdə tibb sahəsi üzrə əlavə kolleclərin açılması üçün təhlillər aparılacaq. Rusiya və Suriya kəşfiyyat xidmətlərinin nümayəndələri ötən həftə Azərbaycanda görüş keçiriblər. Pakistan şimal istiqamətində Kəşmirə doğru böyük miqyasda hərbi texnika göndərir. Sabah Azərbaycanda 32 dərəcə isti olacaq. Bakıda 28 Mal Ticarət Mərkəzinin önündə qeyri-ənənəvi dini tərəqqəti təbliğ edən 2 nəfər 10 sutkalıq həbs edilib. 29 yaşlı Füzuli rayon sakini Səxavət Həsənli fəhlə işlədiyi evdə özünü asaraq intihar edib. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Roma papanın dəfn mərasimində iştirak etmək üçün bugün Romaya səfər edəcək. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kalas Azərbaycana gəlib. Ceyhun Bayramov ATƏT-in baş katibi ilə görüşüb. Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti mayın 10-na dək uzadılıb.